Son günlər bəzi rayonlarda heyvanlar arasında dabaq xəstəliyinin yayıldığı iddia edilir. Bəzi fermerlərin bu xəstəlikdən xeyli sayda heyvanın tələf olduğu da deyilir. Heyvanları tələf olan, çətin vəziyyətlə üzləşən kəndli fermerlər Xəzər xəbərə danışıblar. Eşidək. Əvvəlcə Ağcabədi, indi də Cəlilabad və Qaxda heyvanlar arasında yoluxucu virus yayıldığı bildirilir. Söhbət fermerlərin qorxulu yuxusuna çevrilən dabaq xəstəliyindən gedir. Heyvanların xəstələnməsi fermerlərdən narahatlıq yaradıb. Bəzi sahibkarlara ciddi ziyan dəyib. Cəlilabad rayonunun Uzuntəpə kənd sakini deyir ki, 30-a yaxın xırdabuynuzlu heyvanı tələf olub. Hələ bilmirəm necə olacaq. Deməli 30 baş məndə tələf olub hal-hazırda. Elə bir 20-30 başda yenə var indi. Onlar da tələf olsa heç nə, yəni əziyyətimiz hədər olacaq. Kütləvidir. Hər kəsin hamının heyvanı demək olar ki, dabaq xəstəliyindən əziyyət çəkir. Müalicə bəli, deməli ağrı kəsicilərdən, antibiotiklərdən istifadə edirik. Onun da heç bir xeyri yoxdur. Artıq bir aya yaxındır ki, Qaxın Qaysarlı kəndində də heyvanlar arasında yayılan bu virus kəndli fermerləri xeyli ziyana salıb. Qonşu şəhərlərdə lap çoxdan yayılıbdır. Bizdə bu 15 gündür, 20 gündür. Boynuna iğnə vurubdu 2 dənə hərəki. Nə bilim, yəni bir babat hələ ki, yiyirən tası ki, tam ötürə bilmirəm malı. İndi 70-80 baş maldan bu saat sığıra 17-18 dənə mal gedir. Hələ o gedənlərin 3-4'ü, yəni dabaqdan qayıdanlardır. Bizimkilərin hələ ki, qayıtmıyorddu. Çox adamın da məsəl ki, həyətdədir. 20 gündən çoxdan həyətdə saxlayır. Fermerlərin sözlərinə görə bu xəstəliyin fəsadları qaçılmazdır. Məhsuldarlıq kəskin azalıb, süd verimi 50-70% aşağı düşüb. Heyvanların ağız boşluğunda, dırnaqlarda və bəzi nahiyələrdə yaralar əmələ gəlir. Bundan başqa xəstə heyvan yem yeyə bilmir, hərəkəti çətinləşir. Bəziləri isə bir müddət sonra ölür. Tək Qaysarı kəndində yox, Qax rayonunun çox kəndlərində bu qaydada malda dabaq xəstəliyi yayılıbdır. Mal ağzını açıb, dilini çıxarıb durur, yem də yemir, su da içmir, kəndə də zulümla içir. Yəni, çox bərbad gündədir. Vaksinası iğnəni də vurubdular. İğnəni vurmağında effekti yoxdur. Kəndli yaranıbdır, qoyun mal saxlamaqdan ötəri. Mal qarada bu qaydada qırılanda bizim saxlamamızın nə effekti var? Xahiş edirəm aidiyyəti orqanlardan, qurumlardan bununla bağlı ciddi tədbir görsünlər. Vətəndaşların şikayəti yaranmış vəziyyətlə bağlı əvvəlcə Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladı. Lakin qurumdan məsələyə Qida Təhlükəsizliyi Agentliyinin münasibət bildirməli olduğu deyildi. Qida Təhlükəsizliyi Agentliyi ilə də əlaqə saxlayıb kəndlilərin narahatlığı yaranmış vəziyyət hansı tədbirlərin görüldüyünü öyrənmək istədik. Ancaq agentlikdən suallarımızla tanış olsalar da hər hansı mövqe bildirilmədi. Sakinlər isə problemlə bağlı aidiyyatı qurumların tədbir görmələrini, xəstəliyin daha da yayılmaması üçün müvafiq qabaqlayıcı addımların atılmasını istəyirlər. Minaya Zamanova, Ruslan Abdulov, Elşən Feyzullayev, Xəzər xəbər.